Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə 7-ci sinif fizika dərsliyindən olan lampaların ardıcıl və paralel birləşdirilməsi mövzusu ilə tanış olacağıq. Gəlin başlayaq. Birinci slaydda deyilir ki, Azər müqavimətləri bərabər olan iki lampanı cərəyan mənbəyinə iki fərqli üsulla birləşdirir. O cərəyan mənbəyinin eyni olmasına baxmayaraq, lampaların parlaqlığının fərqli olduğunu müşahidə etdi. Lampalar necə birləşdirilib? Yəqin ki, siz şəkildə də görürsünüz ki, A variantında lampalar ard-arda, yəni yan-bayan birləşdirilib, yəni ardıcıl birləşdirilib. B variantında lampalar isə qarşı-qarşı, yəni paralel şəkildə birləşdirilmişdir. Lampaların parlaqlığının fərqli olmasının səbəbi nə ola bilər? Fərqli olmasının səbəbi o ola bilər ki, əgər bizdə cərəyan mənbələri eynidirsə, say baxımından da eynidirsə, biz burada ancaq lampaların ardıcıl və paralel birləşdirilməsinə əsasən deyə bilərik ki, burada lampaların parlaqlığı fərqli qiymət almışdır. İndi bunu daha geniş formada, daha dərin formada növbəti slaydlarda öyrənəcəyik. Ümumiyyətlə, lampalar birləşdirilən zaman iki üsulla birləşdirə bilərik. Ardıcıl və paralel üsulla. Ardıcıl əgər birləşdirmək istəyiriksə, bu zaman lampaların birinin başlanğıcını digərinin sonuna birləşdirmək lazımdır. Bu zaman biz deyə bilərik ki, burada ardıcıl birləşmə baş vermişdir. Ardıcıl birləşməyə nümunə olarkən biz yeni ildə bəzədiyimiz şam ağacının işıq çələngindəki lampaları göstərə bilərik. Həmçinin uşaqların tonqal ətrafında yallı getməsi də naqillərin ardıcıl birləşməsinə bir nümunədir. Ardıcıl birləşmənin bəzi müsbət xüsusiyyətləri vardır. Birinci ondan ibarətdir ki, ardıcıl birləşməni asanlıqla quraşdırmaq olar, yəni ard-arda birləşdirmək olur. Həmçinin lampaların sayı çox olduqda onları dövrəyə birləşdirmək üçün paralel birləşmə ilə müqayisədə daha az naqildən istifadə olunur. Yəni ona görə də daha onu düzəltmək, onu qurmaq daha asan da olur. Mənfi xüsusiyyətləri də mövcuddur ardıcıl birləşmənin. Ardıcıl birləşmənin mənfi xüsusiyyətlərindən biri odur ki, əgər elektrik cihazlarından biri sıradan çıxarsa, bu zaman dövrədəki digər cihazlar da işləmir. Yəni lampalardan biri sönərsə, digər lampalar da sönür, çünki dövrə qapanmış olur. Əgər ardıcıl birləşmədə dedik, lampalardan biri sıradan çıxsa, bu zaman digər lampalar da sönür. Baxın, şəkildə görünür. Buna görə də bu mənfi xüsusiyyətidir. Məsəl üçün, yeni ildə bəzədilmiş şam ağacında da bütün lampalar şəbəkəyə qoşduqda yanır. Lakin birini açıb dövrədən çıxartdıqda görürük ki, digər lampalar da sönür. Lampalardan dedik ki, biri sıradan çıxdığı zaman digər lampalar da sönür. Bunları biz bunu bənzədə bilərik ki, su təchizatı sistemində ventillərin ardıcıl birləşməsinə bənzətmək olar. Ventillərin birini bağlasaq, borulardan su axmaz. Tam bunu beyni bağlamışıqsa, digər A borusunda da su axmır, çünki qarşısı tutulur. Həmçinin A-nı bağlasaq, yenə də qarşısı tutunduğundan B-də su axıntısı baş vermir. Ardıcıl birləşdirilmiş elektrik cihazları bir elektrik cihazı ilə, bir elektrik açarı ilə idarə olunur. Yəni biz eyni zamanda bir açarın köməyi ilə bütün cihazları yandırıb söndürə bilirik. Ardıcıl birləşmədə həmçinin ümumi gərginlik ayrı-ayrı cihazlarda eyni deyildir. Ümumi gərginlik hesablamalı olsa, ayrı-ayrı gərginliklərdəki, ayrı-ayrı voltmetrlərdəki və ya ayrı-ayrı lampalardakı gərginlikləri toplamalıyıq. O deməkdir ki, əgər cihazlarımız az miqdarda gərginlik alarsa, düzgün işləməyəcək. Həmçinin ardıcıl birləşmədə müqavimət artdığından, ümumi müqavimət artdığından cərəyan şiddəti də azalır. Yəni, müxtəlif gücə malik olan elektrik cihazları eyni cərəyan şiddətinə malik olur. Bu zaman cihazlar eyni formada düzgün işləyə bilmir. Naqillərin ümumiyyətlə və yaxud lampaların ardıcıl birləşməsi zamanı 4 əsas qanuna uyğun ödənilir. Birinci, yadda saxlamalıyıq ki, ardıcıl birləşmədə cərəyan şiddəti bütün lampalarda, bütün naqillərdə eynidir. Şəkildə də görürsünüz. Yəni, I1 bərabərdir I2, o da bərabərdir I-yə. Amma gərginlik isə, yəni burada ardıcıl birləşmədə ümumi tam gərginlik ayrı-ayrı lampaların gərginlikləri cəminə bərabər olur. Yəni U bərabərdir U1 + U2.
Üçüncü qanuna uyğun bundan ibarətdir ki, dövrədəki lampaların ümumi müqaməti ayrı-ayrı müqamətlərin cəminə bərabərdir. Yəni RA bərabərdir R1 + R2. Xüsusi hal mövcuddur ki, əgər bizdə lampalar eyni müqamətə malikdirsə və yaxud bizdə naqillər eyni müqamətə malikdirsə və onların sayı məlumdursa, tutalım sayı n-ə bərabərdir. Bu zaman ümumi müqaməti biz tapmaq istəyiriksə, hər birinin müqamətini onların sayına vurmalıyıq. Çünki biz dedik ki, müqamətlər toplanır, cəmlənir. Cəmlənmə əməliyyatını daha sadə formada vurma əməlini əvəz edirik. Yəni bir müqamətini onların sayına vururuq. Ardıcıl birləşməyə aid sizdə fəaliyyət verilmişdir. Yəqin ki, görürsünüz. Şəkildə 2 dənə lampa qoşulmuşdur. Hər birinin ayrı-ayrı cəryan şiddətləri göstərilmişdir. Həmçinin ümumi cəryan şiddəti göstərilir. Bizdən soruşulur ki, dövrədəki elementlər necə birləşdirilib? Görürük ki, ard-arda qoşulmuşdursa, deyə bilərik ki, lampalar ardıcıl birləşdirilmişdir. Ampermetrin göstəriciləri bir-birindən fərqlidirmi? Biz dedik ki, ardıcıl birləşmədə ampermetrin, yəni cəryan şiddəti eynidir. Ona görə göstəricilər eyni olacaq. Lampalardan birini dövrədən çıxartdıqda nə baş verir? Biz dedik ki, ardıcıl birləşmənin mənfi xüsusiyyəti ondan ibarət idi ki, əgər dövrədə hər hansı bir lampanı sıradan çıxarsa və ya biz özümüz bilərəkdən onu dövrədən çıxardarıqsa, bu zaman digər lampalar da sönür. Bunun səbəb ondan ibarət ki, dövrə qapanmır və nəticədə dövrə qapanmadığından oradan cəryan keçmir və nəticədə yerdə qalan lampalarda da cəryan olmadığına görə digər lampalar sönür. Keçək paralel birləşmədə. Paralel birləşmədə biz birləşdirən zaman birinin ucuna, bir ucu dövrənin eyni bir nöqtəsinə, yəni lampaların bir ucu dövrənin eyni bir nöqtəsinə, digər ucu da digər nöqtəsinə, digər eyni nöqtəsinə birləşdirilir. Məsəl üçün şəkildə də görürsünüz. Əgər başlanğıcı bir nöqtəyə birləşdirilibsə, sonları isə digər eyni nöqtəyə birləşdirilir. Məsəl üçün burada görə bilərsiniz, 3 dənə lampa paralel birləşdirilmişdir. Bunların həm başlanğıc, həm son nöqtələri eyni bir nöqtədə hesab olunur. Məsəl üçün, baxın şəkildə, B ilə C bizdə paraleldir. Çünki onların başlanğıc və son nöqtələri eyni nöqtədədir. Amma A ardıcıldır, çünki ardıcıl olaraq B və C-yə birləşdirilmişdir. Şəkildə təsvir olunan evdəki elektrik cihazları da paralel birləşdirilmişdir. Paralel birləşmədə 4 əsas qanuna uyğun ödənilir. Gəlin tanış olaq. Şəkildə də 2 paralel lampa birləşdirilmişdir. Birinci qanuna uyğun ondan ibarətdir ki, burada gərginliklər eyni olur. Yəni ümumi gərginlik ayrı-ayrı lampaların gərginliklərinə bərabər olur. Yəni gərginlik dəyişmir. Biz əgər lampalarda paralel birləşdirməyə baxsaq, görərik ki, məsəl üçün bir qol, məsələn M-dən gələn cəryan 2 qola ayrılır. Sonra N-də yenidən birləşir. Belə lampaların paralel birləşdirilməsinə biz sanki çayın 2 qoluna baxırmış kimi baxa bilərik. Elə bir çay gəlirdi və o 2 qola ayrıldı. Həmçinin cəryan da bu istiqamətə doğru gəlirdi. 2 qola ayrıldı, sonra da yenə də birləşir. İkinci qanuna uyğun ondan ibarətdir ki, cəryan şiddətləri burada cəmlənir. Yəni ümumi cəryan şiddəti ayrı-ayrı lampalardakı cəryan şiddətlərinin cəminə bərabər olur. Bax, həmin məsələyə aid dediyimizə aid bir məsələ işləyə bilərik. Tutalım bizə M hissəsində cəryan şiddəti soruşulur. Əgər hər iki tərəfdən cəryan gəlirsə, sonra da onlar birləşirlər, M-ə doğru hərəkət edirlər. Və nəticədə biz burada cəryan şiddəti tapsaq, 3-ün üzərinə 2 gələrik. Yəni 3 amperin üzərinə 2 amper gələrək yekun cəryan şiddəti kimi 5 amper götürə bilərik. Yəni burada bizdə cavab 5 amper olacaq. Üçüncü qanuna uyğun ondan ibarətdir ki, paralel birləşmədə müqamətlər ayrı-ayrı lampalardakı müqamətlərin tərs qiymətlərinin cəminə bərabərdir. Təbii ki, biz bunu tərs formada da yaza bilərik. Yəni 1 bölünsün R paralel bərabərdir 1 bölünsün R1 üstəgə 1 bölünsün R2 şəklində də yaza bilərik. Əgər biz istəsək bunu daha sadələşdirmiş, yəni ortaq məxrəcə gətirsək, bu zaman ayrı-ayrı lampalardakı müqamətlərin hasilini onların cəminə bölünmüş olarıq. Əgər lampaların müqamətləri eyni olarsa
və həmçinin onların sayı məlumdursa, biz ümumi müqaməti ayrı-ayrı lampalardakı müqamətini onların sayına olan nisbətli şəklində də yaza bilirik. Yəni R paralel, R bölünsün N formasında yazırıq. Digər fəaliyyətdə bizdə soruşulur. Yəqin ki, görürsünüz, lampalar birləşdirilmişdir. Orada həm ampermetrlər göstərilmişdir, həm cəryan mənbəyi, həmçinin açar elektrik dövrəsi elementi kimi göstərilmişdir. Ampermetrin göstəriciləri arasında hansı münasibət var? Sizcə buna səbəb nədir? Ümumiyyətlə biz baxsaq, burada birləşmə paralel birləşmədir. Paralel birləşmədə dedik ki, cəryan şiddətləri fərqli qiymətə malik olur. Əgər biz bunları müqayisə etmiş olsaq, təbii ki, bizdə müqavimət verilməsə, biz onları müqayisə etməmiz biraz çətin olar. Amma ümumilikdə belə deyə bilərik ki, burada ümumi cəryan şiddəti, yəni A, yəni I ümumi, I1 və I2-nin cəminə bərabər olacaq. Həmçinin I onlardan da böyük olacaq. Yəni I1 və I2-dən böyük olacaq. Lampalardan birini dövrədən çıxartdıqda nə baş verir? Ümumiyyətlə, paralel birləşmədə lampalardan birini dövrədən çıxarsaq heç bir şey baş vermir. Yəni, digər lampa parlaqlığı dəyişmir. Yəni, o da yenə əvvəlki kimi yanmağa davam edir. Paralel birləşmənin müsbət xüsusiyyətləri vardır. Paralel birləşmənin müsbət xüsusiyyəti ondan ibarətdir ki, bayaq dediyimiz tapşırıqdakı kimi, əgər biz dövrədən hər hansı bir lampanı çıxarsaq, bu zaman digər lampa yanmağa davam edir. Çünki dövrədə axın dayanmır, yəni dövrə açıq qalmır və nəticədə digər lampada lampanın közərməsi davam edir. Həmçinin biz bunu təchizat sistemində ventillərin paralel birləşdirməsinə də bənzədə bilərik. Ventilin birini bağlasaq, digərində su kəsilmir və ona görə o həmin ventildə, yəni digər ventildə su olduğu kimi axmağa davam edir. Paralel birləşmədə dedik ki, lampalardan və yaxud naqillərdən biri sıradan çıxarsa, digər cihazlar öz normal şəkildə işləməyə davam edir. Həmçinin paralel birləşmədə hər bir cihazın özünə məxsus elektrik açarı vardır. Yəni, bu o deməkdir ki, hər bir cihaz ayrı-ayrılıqda digər cihazlara təsir göstərmədən asanlıqla yandırılır və söndürülə bilər. Paralel birləşmədə bütün elektrik cihazları cəryan mənbəyi ilə eyni gərginliyə malik olur. Yəni, buradakı bilirik ki, gərginlik dəyişmir. Bütün cihazlar eyni cür və düzgün formada işləyir. Həmçinin paralel birləşdirilən zaman elektrik cihazlarının ümumi müqaviməti azaldığından deyə bilərik ki, burada cəryan şiddəti artır. Ona görə də yenə deyə bilərik ki, hər bir cihaz belə çox cəryana malik olduğundan, belə çox böyük gücə malik olduğundan düzgün formada işləyir. Bizdən soruşulur, evdəki elektrik avadanlıqları elektrik dövrəsinə necə birləşdirilir? Biz bayaqki slaydda da dedik ki, elektrik avadanlıqları adətən elektrik dövrəsinə paralel birləşdirilir. Buna səbəb ondan ibarətdir ki, hər birini ayrı-ayrılıqda yandırıb söndürmək asanlıqla mümkün olsun. Keçək məsələlərə. Məsələlərə baxsaq, birinci məsələdə deyilir ki, hər birinin müqaviməti 30 ohm olan neçə naqili paralel birləşdirdikdə ümumi müqavimət 5 ohm olur. Bizdə birinin müqaviməti verilib, yəni bu onu göstərir ki, naqillər paralel birləşdirilmişdir və hər birinin müqaviməti 30-dur. Ona görə də yazarım, R bərabərdir 30. Ümumi müqavimət verilib, ümumi müqavimət yazsam, R ümumi 5 ohmdur. Bizdən soruşulur naqillərin sayını, yəni neçə naqil birləşdirilmişdir. N bərabərdir sual. Biz bilirik paralel birləşmədə R ümumi hər hansı bir naqilin müqavimətinin onun sayına olan nisbətidir. Ona görə də N-i buradan tapsaq, rəqəmləri yerinə qoyaq. 5 bərabərdir 30, N-in yerinə 30 yazarıq. N də X olsun. Buradan N-i tapsaq, X-i tapsaq, alacaq 6. Demək, paralel birləşmədə naqillərin sayı 6-ya bərabərdir. Keçək digər tapşırığa. Yenə də bu tapşırıq bayaqki tapşırığın oxşarıdır. Bunu da eyni qaydada hesablaya bilərik. Bizə müqavimət 30-dur.
Bizə ümumi müqavimət verilib. Ümumi müqavimət bizə 20 ohmdur. Ümumi 20 ohmdur. Müqavimətlərdən birinin, yəni hər hansı birincini tutalım ki, bizdə verilib bizə 30 ohm. Bizdən soruşulur digər müqavimətli naqili və yaxud digər müqavimətli lampanı. 2 bərabərdir son. Biz bilirik ki, ümumi müqavimət paralel birləşmədə müqavimətlərin hasilinin onların cəminə olan nisbətidir. Bu şəkildə yazarıq. Sonra rəqəmləri yerinə qoyaq. Ümumi bizdə 20-dir, yazaq. R1'i bilirik, R2'ni bilmirik. Yazarıq 30 x vurulsun. Məxrəcdə də 30 üstəgəl x yazarıq və hesablayarıq. Tənasüblə hesablasaq, bilirik bunu alt hissəsində 1'dir. Məxrəcində. Hesablayaq 30 x bərabərdir. 20'ni 30'a vurarıq 600 bərabərdir. Üstəgəl 20 x. 10 x bərabərdir 600. X də bərabərdir 60. Demək, bizdə R2 yəni ikinci naqili müqaviməti 60 ohma bərabər oldu. Keçək digər tapşırığa. Digər tapşırıqda deyirik ki, hər birinin müqaviməti bizə verilib 110 ohm və 2 lampa 220 volt gərginlikli şəbəkəyə birləşdirilib. Lampaların hər birindəki ayrıqlı cəryan şiddətini tapın və gərginlik nə qədər. Demək, hər birinin müqaviməti verilib bizə. Yəni, bunlarda müqavimət eynidir. R1 R2'yə bərabərdir, belə deyə bilərik. Və 2 dənədir. 110 ohmdur. Gərginlik verib. O ümumi verib bizə. Ümumi 220'dir. Bizdən cəryan şiddətini soruşur, bir də gərginlik. Bir də bizdən O1 ilə O2'ni soruşur. O1 hər birindəki gərginlik. O2'ni soruşur. Ümumiyyətlə bizdə o ümumi verilibsə, biz R ümumini tapa bilərik. R ümumi bilirik ki, ardıcıl birləşmədə sayı R-ə vururuq. Sayı 1'inə vururuq. O da bərabər olacaq. Hər biri 110'dursa, 2'ni 110'a vursaq 120 ohm olar. Sonra biz müqavimətin üstünə R bərabərdir. Biz bilirik, U bölünsün I-dir. Biz buradan i-ni tapsaq, i-ni hesablasaq, bu zaman görərik ki, U bölünsün R-dir. Yəni U-nu, yəni 220'ni 220'yə bölsə 1 amperdir. Biz bilirik ki, ardıcıl birləşmədə cəryan şiddəti dəyişmir. Yəni ümumi cəryan şiddəti ayrı-ayrı naqillərdəki cəryan şiddətinə bərabər olur. Lakin gərginliklər cəmlənir. Biz baxsaq gərginliklərin nisbətini bu şəkildə baxa bilərik ki, bizdə cəryan şiddəti dəyişmir. Amma müqavimətlər fərqlidir. Müqavimətləri, bizdə cəryan şiddətləri dəyişmir, eyni qiymətə malikdir. Müqavimətlər də baxsaq eyni qiymətdirsə, onda deyə bilərik ki, gərginliklər də eyni qiymətə malikdir. Yəni gərginlik hər ikisində eyni olur. Onda belə çıxır ki, bizdə gərginlik, yəni U1 bərabər olur U2'yə. O da ümumi gərginliyin yarısı hesab olunur. Çünki yarı-yarı bölünüb. Bu da bərabər olacaq 110 volt. Bu şəkildə məsələni həll etdik. Keçək digər tapşırıq. Digər tapşırıqda deyilir ki, hər birinin müqaviməti 5 ohm olan neçə rezistoru ardıcı birləşdirmək lazımdır. Dövrənin ümumi müqaviməti 30 ohm olsun. Hər birinin müqaviməti deyirsək, tutalım ki, yazaq R1. Biz bilmirik ki, hər birinin müqaviməti 5 ohmdur. Sadəcə sayı haqqında məlumatımız yoxdur. 5 ohmdur. Ümumi müqavimət verib bizə R ümumi 30 ohm.
Neçə rezistor sayı bizdən soruşur. Neçə rezistoru ardıcıl birləşdirmək olar? Biz bilirik ki, R ümumi ardıcıl birləşmədə bir müqaməti vururuq onun sayına. N-i tapmış olsaq, R ümumini müqamətə bölməliyik. Hesablayaq. Qiymətlərini yerinə qoyaq. 30 bölünsün 5. Cavab edəcək 6. Demək bizdə rezistorlar və ya lampalar birləşdirilən, ardıcıl birləşdirilən lampalar və ya rezistorların sayı 6-ya bərabərdir. Keçək digər tapşırığı. Bu tapşırıq həlli sizin kitabınızda göstərilmişdir. Bizdə soruşur ki, şəkildəki dövrədə voltmetrin göstəricisi verib 10 voltdur. Ampermetrin göstəricisini soruşur. Müqamətlər də hər biri haqqında verilib və şəkildə baxsaq görərik ki, lampaların müqamətləri hər birinin biri 3-dür, biri 6 ohmdur. Həmçinin paralel birləşdirilmişdir. Paralel birləşmədə biz bilirik ki, ümumi müqamət hər bir lampada olan müqamətləri hasilinin onların cəminə olan nisbətidir. Biz buradan ümumi müqaməti taparıq. 3-ü 6-ya vurub 3/6-ya bölərik. Cavab edəcək 2 ohm. Sonra bilirik ki, ümumiyyətlə müqamətin düsturu R bərabərdir U bölünsün I-dir. Biz R bərabərdir U bölünsün I düsturunu yazıb, məsəl üçün yaza bilərik R bərabərdir U bölünsün I. Bizdə məsələdə biz R ümumini tapdıq. R ümuminin qiymətini yazarıq. Yəni yazarıq 2. Gərginliyi bilirəm 10-dur. I-ni bilmirəm. I-ni X yazaram, taparam. Buradan da cavab 5-ə bərabər olacaq. Yəni gərginlik 10 bölünsün 2 olacaq. O da 5 amperə bərabər olacaq. Yəni biz bu məsələdə ümumi müqamətin düsturundan istifadə etdik. Bir də naqili müqaməti. Yəni öncə əvvəllər keçdiyimiz naqili müqaməti düsturundan da istifadə etdik. Paralel birləşdirilmiş lampaların sayı artdıqca dövrədəki ümumi müqamət necə dəyişir? Bir paralel birləşmədə ümumi müqamət R ümumi hər hansı bir naqili müqamətin onun sayına olan nisbətidir. Əgər biz lampaların sayını artırsaq, bu zaman bizim məxrac böyüdüyündən ümumi müqamət azalacaq. Ona görə də ümumi müqamət azalar. Keçək digər tapşırığa. Digər tapşırıqda bizdə 2 cür birləşmə göstərilib. Bir ardıcıl, bir də paralel və hər biri üçün ümumi müqaməti hesablamaq bizdən soruşulur. Yəni biz yaza bilərik ki, birinci halda da R1, R2 bərabərdir R, A variantında da. Həmçinin B variantında ikinci halda da R1 bərabərdir R2, o da bərabərdir R. Bizdən soruşulur ki, yəni R ümumi, yəni birinci haldakı üçün, yəni R ardıcılığı biz bölməliyik R paralelə. Bizdən bu soruşulur. Ardıcıl birləşməyə baxsaq, ardıcıl birləşmədə R ümumi, yaxud belə də yaza bilərik, R ardıcıl. Bilirik ki, sayı hər hansı birinin müqamətinə vururuq. Sayı 2 olduğuna görə 2R olacaq. Amma paralel birləşmədə hər hansı bir müqaməti onun sayına bölürük. R bölünsün 2. Əgər bizdən ardıcılın paralelə olan nisbətini soruşursa, R ardıcıl bölünsün R paralel soruşursa, R ardıcıl bizdə 2R'dir. Paralel isə R bölünsün 2. 2 də yuxarı qalxsa cavab eləyəcək 4. Demək, ardıcıl birləşmənin paralel birləşməyə olan nisbəti bizdə 4-ə bərabər oldu. Keçək digər tapşırığa. Sxemə əsasən R müqamətli naqilin lampanın uclarına birləşdirilmiş V1 voltmetrin gərginliyi 10 voltdur. Yəni bizdə V1 əslində U1 kimi qəbul edək. U1 bizdə 10 voltdur. Onu yazaq. Və müqamətlər də görürük ki, eynidir də. Yəni ardıcıl birləşiblər bunlar və hər birinin müqaməti bərabərdir. Bizdən soruşulur dövrənin ümumi müqamətini tapın. R ümumi. Həmçinin U-nu tapın. Ümumi voltmetrin göstəricisini tapın. Dövrənin ümumi müqamətini tapmış olsaq, biz bilirik ki, ardıcıl birləşmədir. Və ardıcıl birləşmədə biz bilirik ki, cəryan şiddətləri dəyişmir.
Yəni i1, i2 bərabərdir i-yə. Cəryan şiddətləri dəyişmir. Bizdən əgər biz ümumi müqaməti tapsaq, ümumi müqamət biz bilirik ki, R ardıcıl üçün R ümumi hər hansı bir müaqili müqamətin onun sayına olan hansıdır? Yəni 2R olur. Yəni biz bunu R-nə ifadə etdik. Sonra bizdən soruşur voltmetrin göstəricisi nə qədərdir? Voltmetrin göstəricisini biz bilirik ki, ümumi cəryan şiddətlərlə i-nin özüdür. Yəni dəyişiklik olmayıb. Müqamət də bizdə verilib. Tapdıq R müqamət. Bizdən voltmetrin göstəricisi nəyə bərabərdir? Aha. Demək bizə cəryan şiddətləri dəyişməyibsə, biz gərginlikləri müqamətə görə götürə bilərik. Biz baxırıq ki, bizə müqamətlər dəyişmir. Müqamətlər eynidir. Müqamətlər eynidirsə, cəryan şiddətləri də eynidirsə, gərginliklər də eyni olacaq. Onda yaza bilərik ki, U1 bərabər olacaq U2-yə. Bizdə əvvəlcədən verdiyi U1 idi. U1 bərabər olacaq U2-yə və o da 10-adır. Amma biz ümumi gərginliyi tapmaq istəyiriksə, ümumi gərginlik biz bilirik ki, ayrı-ayrı gərginliklərin cəminə bərabər olduğundan eləyəcək 20 volt. Demək, biz bu məsələdə ümumi müqaməti tapdıq, həmçinin V voltmetrin göstəricisi, yəni ümumi gərginliyi də tapmış olduq. Digər tapşırığa. Bu tapşırıqda bizə deyilir ki, düzgün olan ifadəni seçin və cavabınızı əsaslandırın. Elektrik açarı işlədicilərə ardıcı birləşdirilir, bir də paralel birləşdirilir. Adətən elektrik açarı işlədicilərə paralel birləşdirilir. Bunun səbəb ondan ibarətdir ki, həmin işlədiciləri asanlıqla yandırıb söndürmək mümkün olsun. İkinci sualda deyir ki, lampaların ardıcı və paralel birləşdirilməsində ümumi müqamət necə hesablanır? Ardıcı birləşmədə biz dedik ki, müqamətlər toplanılır. Paralel birləşmədə isə onların tərs qiymətləri toplanılır. Digər tapşırıqda deyilir ki, gərginlikləri bərabər olan cəryan mənbələrinə şəkildəki kimi 2 lampa birləşdirilmişdir. Cəryan şiddətlərini soruşur. Biz bilirik, baxırıq şəkildə, yenə də yazsaq, hər iki halda deyə bilərik ki, bunların müqamətləri eynidir. Həm ardıcı, həm paralel birləşmədə bizə verilən şərtə əsasən deyə bilərik ki, müqamətləri eynidir. Həmçinin demişik ki, birinci həm ikinci şəkildə bizdə gərginliklər dəyişmir. Gərginliklərdə heç bir dəyişiklik olmayıb, yəni bərabər olduqlarına görə. Biz tapmalıyıq I2 bölünsün I1. 2 bölünsün I1. Yəni, ikinci haldakı, yəni ardıcı birləşməni biz paralel birləşməyə bölməliyik. Yəni, ardıcı birləşmədə olan cəryan şiddətini paralel birləşmədə olan cəryan şiddətinə bölməliyik. Əgər bizdə ular dəyişmirsə, ulara baxmırıq, müqamətlərə baxırıq. İndi gəlin ardı-arda. Birinci R ardıcılı tapaq, ardıcı birləşmədə. R ardıcı biz bilirik ki, yəni ikinci şəkildə. Bizdə olacaq 2R. Amma bu bizdə, paralel birləşmədə isə biz bilirik ki, R bölünsün 2 olacaq. Sonra ümumi müqamətin sütununu yazsa, müqamət bilirik ki, R bərabərdir U bölünsün I. Burada demişdik ki, müqamət nə U-dan, nə də I-dən asılı deyil. Lakin əks proses mümkündür. Yəni, I R-dən asılıdır. Əgər deyiriksə, gərginlik dəyişmir, gərginliyə baxmırıq. R ilə I arasındakı münasibəti götürürük. Dedik ki, R ilə I tərs mütasibdir. Ona görə yazsaq, I ardıcılın I paralel olan nisbəti R paralelin R ardıcılı olan nisbəti şəklində yazarıq. Qiymətlərini qoyaq. R bölünsün 2-nin 2 nisbətini yazsaq, cavab eləyəcək 4/1. Deməli, biz bu məsələdə cəryan şiddətlərinin nisbətini 4/1 aldıq. Keçək digər tapşırığa. Digər tapşırıqda bizə deyilir ki, müqamətləri R1 bərabərdir 30 ohm, R2 bərabərdir 60 ohm olan lampaların ardıcı paralel birləşmədə alınan müqamətlərin nisbətini tapın. Gəlin ayrı-ayrı tapaq. Verilənləri qeyd edək. Verilənləri qeyd etsək, yazarıq ki, R1 bərabərdir 30 ohm.
30 10. R2 bərabərdir 60 10. Bizdən ardıcılığın paraleli olan nisbətini soruşur. Gəlin əvvəl ardıcı birləşməni tapaq. Ardıcı birləşmədə biz demişik ki, lampaların müqamətləri toplanılır. Yəni R1 üstəgə R2 olur. Hesablayaq. Yəni biz elə bil ki 30 ilə 60 toplamalıyıq. Eləyəcək 90 10. Paralel birləşməyə baxaq. Paralel birləşmədə demişdik ki, sürətdə hasilləri olur, məxrəcdə isə cəmlənir. Hesablayaq. Sürətdə 20-ni 30-a vuraq. Məxrəcdə toplayaq. Burada biz 600-ü 50-yə bölməliyik. Burada eləyəcək 12. Və nisbətlərini tapaq. R A-nı R P-yə bölək. Yəni 90-ı 12-yə bölək. Hesablayaq. İxtisar etsək, burada 3-ə ixtisar edə bilərik. 30. Həmçinin bunu da ixtisar etsək. 7 tam 4-də 2 və yaxud 7 tam 10-da 5 almış olarıq. Demək, biz bu məsələni, yəni müqamətlərin nisbətini hesabladıq. Keçək digər tapşırığa. Digər tapşırıqda bizə gərginlik verilib, voltmetrin göstərilir. Bunu verilir kimi qeyd edək. Yazıb bizə U bərabərdir 12 volt. Sonra bizdə müqamətlər verilib, yəni R1 bərabərdir 6 ohm, R2 bərabərdir 3 ohm, bizdən soruşulur, lampalar dövrəyə necə birləşdirilib? Lampalar dövrəyə görürük ki, paralel birləşdirilib. Lampaların gərginliyini tapın, gərginliyi hesablayaq. Bir də cəryan işlətini soruşur. Hər bir lampadakı cəryan, yəni I1-i soruşur, I2-ni soruşur biz. Əvvəlcə biz burada ümumi müqaməti taparıq. Yəni R paralel üçün ümumi müqaməti tapsaq, demişdik ki, yuxarıda hasilidir, aşağıda cəmlənir. Onda biz 18-i 9-a bölsək 2 alınır. Lampaların gərginliyi. Paralel birləşmədə biz demişdik ki, lampaların gərginliyi dəyişmir. Yəni U1-ə bərabər olur, o da bərabərdir U2-yə. Bizi də ümumi gərginliyi 12 olduğundan hər bir lampanın da gərginliyi 12 volta bərabər olacaq. Cəryan işlətinə baxsaq, cəryan işləti dedik ki, müqamətin sütunundan yazsaq, R bərabərdir U bölünsün I-dir. Onda I burada bərabər olacaq, U bölünsün R. Yəni, ümumi gərginliyi ümumi müqamətə bölürük. 12-ni 2-yə bölsək 6 amper olar. Və demişdik ki, cəryan şiddətləri burada cəmlənir. Biz əgər bizdə deyə bilirik ki, isə gərginliklər dəyişmir, cəryan şiddətləri müqamətlərə görə müqayisə edirik. Yəni, bizdə müqamət, əgər birincinin müqaməti ikincinin müqamətinə 2 dəfə böyükdürsə, cəryan şiddəti baxımından biz deyə bilərik ki, ikincinin müqaməti birincinin müqamətinə 2 dəfə böyükdürsə, biz deyə bilərik ki, cəryan şiddəti birincidə daha böyük olacaq. Çünki I ilə R tərs mütənasibdir. Deyə bilərik ki, I1 bərabərdir 2I2-yə. İndi hər birini hesablayaq. Məsələn, I1-i tapsaq, biz U-nu, yəni ümumi gərginliyi, yəni U1-i bölməliyik R1-ə. U1-i R1-ə bölsək, yəni I1-i hesablamış olsaq, burada U1-i R1-ə bölməliyik. U1 bizdə olacaq 12, R1 də bizdə 6. 12-ni 6-ya bölsək 2. I2-ni hesablamış olsaq,
Biz U2-ni R2-yə bölməliyik. U2 12-dir. 12-ni 3-ə bölsək 4. Növbəti məsələdə deyilir ki, şəkildəki dövrədə cəryan mənbəyi ilə qoşulmuş voltmetrin göstəricisi U bərabərdir 12 voltdur. Gəlin bunun biz verilənlərini qeyd edək. Yəni U bərabərdir 12 volt yazarıq. volt. Sonra müqamətlər verilib. L1 verilib bizə 10. L2 bərabərdir yazarıq 6 ohm. Tapmalı. Bizdən əvvəlcə soruşulur ki, lampalar dövrəyə necə birləşdirilib? Şəkildə görürük ki, lampalar dövrəyə paralel birləşdirilib. Bizdən tapmalı hissəsində lampaların gərginliyi soruşulur. Yəni U1, U2 soruşulur. Bir də bizdə hər birinin cəryan şiddəti, yəni I1 ilə I2 bizdən soruşulur. Keçək həll hissəsinə. Bizdə əgər müqamətlər verilibsə, biz ümumi müqaməti, yəni R paraleli hesablaya bilərik. R paraleli bərabər olacaq müqamətlərin hasilinin onların cəminə olan nisbəti. Eləyəcək 2. Daha sonra bizdə gərginliklər. Biz bilirik paralel birləşmədə gərginliklər dəyişmir. Yəni U ümumi U1 və U2-nin bərabər olur. Bunda cavab olacaq 12. Bizdən cəryan şiddətləri soruşur. Cəryan şiddətlərini tapsa, ayrı-ayrılıqda cəryan şiddətini taparıq. Biz bilirik ki, müqavimət R bərabərdir U bölünsün I-dir. Əgər biz I-ni tapsaq, yəni tutalım I1-i tapsaq, U-nu, çünki müqavimət yəni gərginlik dəyişmir, R1-ə bölərik, U1-i R1-ə bölərik. Yəni biz burada 12-ni 3-ə böləcəyik, eləyəcək 4. I2-ni də hesablasaq, U2-ni R2-yə bölərik. Yəni 12-ni 6-ya bölərik. 12-ni də 6-ya bölsək 2 amper almış olduq. Deməli biz bu məsələdə ümumi müqaməti hesabladıq, ümumi gərginliyi hesabladıq, həmçinin ümumi cəryan şiddətinə uyğun ayrı-ayrılıqda lampaların cəryan şiddətlərini də hesablamış olduq. Keçək digər tapşırığa. Digər tapşırıqda deyilir ki, eyni cəryan mənbəyinə qoşulan ardıcıl lampaların sayı artdıqca parlaqlıq necə dəyişir? Parlaqlığı biz soruşuruq, nəzərə alırıq gərginliklə. Biz əgər ardıcıl qoşulubsa, eyni gərginlik mənbəyinə qoşulub. Biz bilirik ki, ardıcıl birləşmədə gərginliklər ayrı-ayrı gərginliklərin cəminə bərabərdir. Təbii ki, birinci halda lampanın parlaqlığı daha çox olacaq. İkinci halda isə lampanın parlaqlığı azalır. Ona görə də deyə bilərik ki, parlaqlıq azalır. Çünki bir var cəryan mənbəyi bir lampanın arasında bölüşdürsün, bir var iki lampanın arasında. Ona görə də birinci halda daha böyükdür, ikinci halda isə daha kiçikdir. Ona görə parlaqlıq azalır. Götürürük. Gərginliklər dəyişmir. Gərginliklər əslində dəyişir. Gərginlikdə dəyişir olur. Onlardan keçən cəryan şiddəti artır. Cəryan şiddəti əslində ardıcıl birləşmədə cəryan şiddətlərində dəyişiklik olmur. Cəryan şiddəti sabit qalır. Dövrənin ümumi müqaməti azalır. Ardıcıl birləşmədə biz bilirik ki, müqamətlər toplanır. Toplanırsa müqamət əslində artmalıdır. Yolları işıqlandırmaq üçün istifadə olunan lampalar dövrəyə necə birləşdirilir? Cavabınıza əsasən lampalar paralel birləşdirilir. Bunun səbəb ondan ibarətdir ki, hər hansı biri sıradan çıxarsa, digər lampalar sönməsin və istədiyi lampanı əgər problem yaranırsa hər hansı bir lampada onu yandırıb söndürmək mümkün olsun. Sonuncu tapşırığa baxaq. Şəkildə bizdə ampermetrin göstəricisi deyilir 0,5-dir. Yəni bizdə ümumi cəryan şiddəti 0,5 amperdir. Müqamətlər bizə verilib. R1 1 ohm. L2 1 ohm. Yəni ikisi də bir-birinə bərabərdir. Müqamətlər eynidir. Bizdən soruşur voltmetrin göstəricisi. Voltmetrin göstəricisine fikir verirsək U1-i nəzərdə tut. Yəni bizdən U1-i soruşur. Çünki birinciyə qoşulmuş.
gərginliyi soruşur. Biz burada ümumi müqaviməti tapa bilərik. Biz bilirik ümumiyyətlə ardıcıl birləşmədə cəryan şiddətləri dəyişmir. Biz bunu bilirik. I bərabərdir I1, o da bərabərdir I2, 0,5 amper. Sonra gərginliklər. Əgər biz deyiriksə müqavimətlər dəyişmir, müqavimətlər də eynidir, cəryan şiddətləri də eynidirsə, onda belə çıxır ki, bizdə gərginliklər də eyni olacaq. Gərginliklər eynidirsə, biz məsəl üçün deyə bilərik, yəni bu o deməkdir ki, ümumi gərginlik O1 bərabərdir O2 olacaq. Ümumi gərginlik onların cəminə bərabər olacaq. Yəni O1 O2-yə bərabərdirsə, U1 U2-yə bərabər olacaq. Sonra biz gəlin U1-i tapaq. U1-i tapmış olsaq, U1-i hesablanmış olsaq, müqavimətin düsturunu bilirik də, R bərabərdir, U bölünsün I-dir. Buradan U1-i tapmış olsaq, U1 bərabər olacaq, I1 vurulsun R1. Yəni R1. Hesablayaq. 0,5-i biz vurmalıyıq R1-ə, 1-ə. 0,5 volt. Belə çıxdı ki, bizdə cəryan şiddətləri də bərabərdir. Həmçinin ümumi cəryan şiddətinə bərabərdir. Gərginliklər də dəyişmir. Gərginliklər hər birində eynidir, çünki müqavimətlər də eynidir. Əgər bizdən birincinin müqavimətini, birincinin gərginliyini bizdən soruşursa, biz birincinin cəryan şiddətini birincinin müqavimətinə vurmuş oluruq. Həmçinin U2-ni də soruşsa da eyni cavab olacaqdır. Çünki dedik ki, gərginliklərdə dəyişiklik baş verir. Deməli, biz bu dərsimizdə sizinlə lampaların ardıcıl və paralel birləşməsini öyrəndik. Öyrəndik ki, lampaların hər birinin ardıcıl həm paralel birləşməsinin hansı müsbət, hansı mənfi cəhətləri mövcuddur. Həmçinin bu ardıcıl və paralel birləşmədə hansı qanunlar ödənilir və bu mövzuya aid bəzi məsələlərə baxdıq. Və məsələlər sayəsində biz öyrəndik ki, hər bir birləşmədə hansı düsturlardan istifadə olunur və hansı nəticəyə gəlmək mümkündür. Dərsimiz bu qədər. Gələn dərslərə qədər sağ olun.